Salam əziz tamaşaçılar. Haqqın Dərgahı verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Bu dəfəki buraxılışımız yenə Ramazan ayına həsr olunub. Ramazan ayı müqəddəs Quran-ı Kərimin nazil olduğu aydır. Bəs bu ayda Quranla münasibətimiz necə olmalıdır? Quranı anlamaq, onu dərindən mənimsəmək üçün bu ay bizə hansı şuuru tövsiyə edir? Bugün məhz bu mövzunu müzakirə edəcəyik. Müzakirə üçün həmsöhbətim Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədovdur. Elvüsal müəllim, xoş gördük. Xoş gördük Özsər müəllim. Elvüsal müəllim, bu dəfəki söhbətimiz yenə sizinlə Ramazan ayına təsadüf edib və Ramazanla bağlı mövzuları müzakirə edərkən əlbəttə ki, ilk yada düşən məsələlərdən biri Quran-ı Kərim. Ramazan ayı eyni zamanda Quran ayıdır. Ramazan ayı Quran-ı Kərimin nazil olmağa başladığı aydır. Və bu ayda müsəlmanların Quran-ı Kərimlə ünsiyyəti də fərqli bir məna kəsb edir. Bax, istədik ki, bu gözəl günlərdə məhz Quran-ı Kərimə yenidən bir nəzər salaq, müasir cəmiyyətdə möminlərin və digərlərinin nəzərində Quran-ı Kərimin hansı mövqedə olduğunu sizinlə bərabər müzakirə edək. Mən sualımı əvvəlcə belə başlamaq istəyirəm, Elvüsal müəllim. Quran-ı Kərimin Ramazan ayında nazil olması nə ifadə edir və bunu bizim gündəlik həyatımıza və ya inanc dünyamızla necə əlaqələndirə bilərik? Ramazan ilahi bir mövsümdür. Ramazan Allahın insan oğluna onun təmizlənməsi, paklanması, haqdan daha çox yapışması, daxilini zülmətdən nura çıxarması üçün bəxş etdiyi bir fürsətdir. Ramazan ilahi fürsətdir. Ramazan ilahi mövsümdür. Əgər biz belə bir fürsətlə üz-üzə qalırıqsa və Allah bizi belə bir fürsətlə bir daha qovuşdurmuşdursa, əlbəttə ki, biz bu fürsətdə öz əksini tapan nemətlərdən istifadə etməliyik. Quran-ı Kərim Ramazan ayında nazil olmuşdur. Bu heç də təsadüfü deyildi. Peyğəmbərimizin belə bir ifadəsi var. Nurun alə nur. Nur üzərində nur. Ramazan nurani bir mövsümdür və nurani mövsümə bir nur saçılmışdır. Onun adı Qurandır. Biz nurani mövsümdə ilahi nurun şahidi oluruq, yəni Quranın şahidi oluruq. Əlbəttə ki, bunun hikməti çoxdur. Düşünürəm ki, Allah Quran-ı Kərimi Ramazan ayında nazil etməklə bizə belə bir mesaj vermək istəyir. Daha çox istifadə edin. Ramazanı qənimət bilin və Ramazanı qənimət bilmək üçün Qurandan istifadə edin. Bilirsinizmi, biz Ramazana 11 ay günah etdikdən sonra günahlarla yüklənmiş vəziyyətdə daxil oluruq. Və bunlar mənəvi xəstəliklərdir. Mənəvi xəstəliklərin müalicəsi üçün bizim mənəvi dərmana ehtiyacımız var. O dərmanın adı Qurandır. Əlbəttə ki, Ramazan mövsümündə mənəvi xəstəliklərdən müalicə olunmağımız üçün başlıca dərman orucdur. Amma Quran-ı Kərim mənəvi dərmandır və biz Qurana sarılmaqla, Quran-ı Kərimə düzgün münasibət bəsləməklə o mənəvi xəstəliklərdən xilas ola bilərik. Quran nədir? Quran necə olur ki, bizi sağalda bilir? Sağalmağımız üçün biz o dərmanı bizə göndərən, obrazlı ifadə ilə desək, baş həkimin dediklərinə əməl etməliyik. Yəni, Allah bizdən nə istəyirsə, Qurana da o cür münasibət bəsləməliyik. Biz məhz həkimin yazdığı resept üzrə müalicə olunduqda şəfa tapırıq. Elə isə baxaq görək, Allah bizdən Quranı göndərməklə o Qurana necə münasibət bəsləmək istəyir?
Üstəlik, Ramazanda necə münasibət bəsləmək istəyir? Quran-ı Kərim ona görə nazil olmuşdur ki, insan oğluna öz ağlı ilə həll edə bilmədiyi məsələlərdə yol göstərsin. Bilirsinizmi, elə məsələlər var ki, ağılla onu həll eləmək mümkün deyil. Onlardan biri ibadətdir. Biz elm yoluyla, düşünməklə, hansısa yaradıcının mövcudluğu qənaətinə gələ bilərik. Amma bu yaradıcı kimdir, nədir, bizdən nə istəyir? Yaradıcının mövcudluğunu biz düşünərək, yəni təcrübi biliklə, intellektual biliklə müəyyənləşdirə bilirik. Amma bu yaradıcı kimdir? Bizdən nə istəyir? Bizim ona münasibətimiz necə olmalıdır? Bunun üçün informativ biliyə ehtiyac var. İslam ilahiyyatında buna ixbari bilik deyilir, yəni informativ bilik. Bunu yaradıcı özü bizə deməlidir. Allah bizdən istəyir ki, biz Quran-ı Kərimi həyatımızın düsturu, həyatımızın təlimat kitabçası halına gətirək. Hər hansı bir əşyanı biz aldıqda, o əşyanı işlətmədən qabaq təlimat kitabçasını oxuyuruq. İstifadə təlimatı. Ayzo. Həyatı Allahdan almışıq. O həyatdan necə istifadə eləməliyik? Bunun üçün biz Qurana baxacağıq. Quran həyatın təlimat kitabçasıdır. Əlbəttə ki, Quranı başa düşməsək, biz həyatımızı da düzgün istiqamətə yönləndirməyəcəyik. Bunun üçün Quranı başa düşmək lazımdır. Saç surəsi 29-cu ayədə Allah Teala deyir ki, bu elə bir mübarək kitabdır ki, sənə indirdik. Sənə indirdik ki, insanlar onun haqqında düşünsünlər, ağıl sahibləri isə ondan ibrət alsınlar. Deməli, Quran-ı Kərimin göndərilməsindəki əsas məqsəd bizim onu başa düşməyimizdir. Kəlam üləması haqlı olaraq deyirdi ki, ağıl olmasaydı, kitab fayda verməzdi. Deməli, ağıl nemətindən istifadə edəcəyik, onu düzgün başa düşmək üçün. Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya verilən salamı olduğu kimi qaytarın. Sizin dediklərinizlə də üst-üstə düşən məqam olduğuna görə bunu xatırlatmaq istəyirəm. Əstəğfirullah. Şəhru Ramadanəl-ləzi unzilə fihil Qur'an hudəl linnəsi və bəyyinətin minəl hudə vəl-furqan. Ramazan ayı Quran-ı Kərimin nazil olduğu aydır. O elə bir aydır ki, onda Ramazan ayı nazil olub və insanlar üçün hidayətdir. Hudəl linnəsi və bəyyinətin minəl hudə hidayətin yollarını açıqlayan bir kitabdır. Eyni zamanda doğrunu yanlışdan ayıran kitabdır, haqqı batildən ayıran kitabdır. Bax, bu mənada onun içərisi hidayətin yollarını, doğruluğu və yanlışı bizə göstərən bir rəhbərdir, bir bələdçidir. Bu mənada dediyiniz kimi ancaq onu həyata tətbiq etmək üçün istifadə təlimatına uyğun şəkildə qəbul eləmək lazımdır. Əks təqdirdə zərərli nəticələr işin içərisindən çıxa bilər. Bir məsələni də bəzən nəzərdən qaçırırıq. Düzdür, Quran-ı Kərim bizə Allahla necə ünsiyyət quracağımızı göstərən birinci mətindir. Birbaşa Allahın vəhyidir. Allahın insanlara göndərdiyi birbaşa mətindir. Bu mətin bizə Allahla necə ünsiyyət quracağımızı göstərir. Əlbəttə ki, Quran-ı Kərim oxumaq, onu dilimizdə virt halına gətirmək, gündəlik oxuyuşumuzun, gündəlik vərdişlərimizin bir parçası halına gətirmək dəyərlidir. Ancaq onu müasir zamanda anlamaq, həyatımıza tətbiq etmək ondan da əhəmiyyətlidir. Vüsam müəllim, bu baxımdan Quran-ı Kərimi oxumaqmı, yoxsa anlamaqmı, yoxsa bu ikisini bərabər şəkildə, taraz bir şəkildə saxlamaqmı, hansına daha çox diqqət edəcəyik? Göstər müəllim, indiki dövrdə bu məsələyə münasibətdə iki nöqteyi nəzər ortaya çıxıb.
Birinci nöqteyi nəzər deyir ki, Qurani Kərimi oxumaq lazımdır. Əsas oxuyaq, nə qədər çox oxusaq, o qədər çox savabdır və s. və laxır. İkinci nöqteyi nəzərin məzmun bundan ibarətdir ki, yox, Qurani Kərimi başa düşmək lazımdır. Qurani Kərimin mənasını başa düşmədən oxumaq insana fayda verməz. Nəzərə alaq ki, hər iki nöqteyi nəzərin yanlış və doğru tərəfləri vardır. Biz Qurani Kərimi həm oxumalıyıq, həm də başa düşməliyik. Oxumalıyıq, hətta mənasını başa düşmədən. O mənada ki, biz ona ibadət gözü ilə yanaşırıq. Qurani Kərimi oxumaq ibadətdir. Qurani Kərimin mənasını başa düşmədən oxusaq belə Allahla bütünləşə bilirik. Daxilimizdə biz imanın artdığını hiss edirik. Nə üçün? Çünki Quran Allahın kəlamıdır. Dəyişilmədən o bizə gəlib çatmışdır. Yəni, Allah Qurani Kərimi Cəbrailə, Cəbrail Məhəmməd Peyğəmbərə, aleyhissalatu vəssaləmə, o isə bizə oxumuşdur. Deməli, mən mənasını başa düşmədən ərəbcə Quranı oxuyarkən belə bir hiss içərisində oluram ki, mənim bu tələffüz etdiyim cümlələri, sözləri Allah da tələffüz etmişdir. Həzrət Məhəmməd də tələffüz etmişdir. Bu vaxt mənimlə Allah arasında isti, səmimi, yaxın rabitə yaranır. Və bu rabitədə müqəddəs dövrələr var. Allahın dövrəsi, Həzrət Məhəmmədin dövrəsi, Cəbrailin dövrəsi, bir də mənim dövrəm. Bu dövrələr iç-içədir. Bu insana sakral olaraq xüsusi hisslər bəxş edir. Əlbəttə ki, biz dəyişilmək üçün, həyatımıza istiqamət vermək üçün Qurani Kərimi başa düşməliyik. Ümumiyyətlə, oxumaq deyiləndə o mənaya gəlmir ki, mən onu başa düşmürəm. Məsələn, deyir ki, sən mənim göndərdiyim məktubu oxudunmu? Deyirəm, bəli, mən məktubu oxudum. Bu demək ki, oxudum, həm də başa düşdüm. Amma təəssüf ki, müəyyən vaxtdan sonra müsəlman dünyasında da oxumaqla başa düşmək arasında fərq qoymağa başladılar Qurana münasibətdə. Əsas diqqət verildi Qurani Kərimin oxunulmasına, təcvidə, məxrəclərə və s. və laxıla. Bunlar lazımdır. Bu Qurani Kərimin orijinallığına, tilavət qaydalarına ehtiramı ifadə edir. Çünki Peyğəmbər də bu cür oxuyub, Cəbrail də bu cür oxuyub və bu bizə gəlib çatmışdır. Ona görə də Ramazanda biz ibadət məqsədi ilə Quran oxuduğumuz kimi, əlbəttə ki, Quranda nəyin yazıldığını, Allahın bizdən nəyi istədiyini bilmək üçün onun həm də mənasını başa düşməliyik. Bəli, gündə məsələn bir səhifə Quran oxusaq, oradakı hərflərin sayına uyğun olaraq savab qazanırıq. Eyni zamanda biz o səhifədə yazılanları başa düşməklə Qurana dair biliklərimizi artırırıq. Mümkündür ki, həmin biliklərdən biz həyatımıza istiqamət vermək üçün, həyatımızı yeniləmək üçün, başqalarına münasibəti düzəltmək üçün, günahlardan uzaqlaşmaq üçün istifadə edirik. Həqiqətən Allah istədiyi kimsəyə hesabsız ruzi verir. Qurana dair yanaşmamızı özündə əks etdirən iki mövqe adətən qarşımıza çıxır. Bu mövqelərdən biri bundan ibarətdir ki, Qurani Kərimi müqəddəs, toxunulmaz görən bir yanaşma var. Yəni onu ancaq bağlı qutularda evimizin toxunulmaz bir hissəsində saxlayaq, ona yaxınlaşmayaq. Bu adətən Qurani Kərimlə bağlı, bəlkə də bisavadlıqdan irəli gələn mövqe olur. Adətən belə bir yanaşma var ki, ona toxunmaq olmaz. Bu, həyatımızdan Qurani Kərimi çıxartmağın bir vasitəsidir. Hər nə qədər bu saf niyyətlə olsa da, xoş niyyətlə olsa da, nəticə itibarilə Qurani Kərim örtüb, bağlayıb, sandıqda saxlamaq üçün göndərilmiş bir kitab deyil. O, yaşanmaq üçün göndərilmiş bir kitabdır. İşin digər təfrid tərəfi isə bundan ibarətdir ki, Qurani Kərimi adiləşdirən bir yanaşma ilə qarşı-qarşıya qalırıq. Qurani Kərimi adiləşdirib, onun istər mətninə, istər mənasına çox laqeyd münasibət göstərən, onu
hörmətdən salacaq davranışlar göstərən, onun mənası ilə bağlı uyğun olmayan sözlər istifadə edən bir yanaşmanın da şahidi oluruq. İki mövqe arasında, ifrat və təfrit arasında qalırıq. Bax, bu ifrat və təfrit arasında biz orta yolu necə tutacağıq? Qurani-Kərimə münasibətimizi bu iki yol arasında necə müəyyənləşdirəcəyik? Son sualım da bundan ibarət olsun. Qurani-Kərimin müraciət obyekti insandır. Qurani-Kərim hər şeydən qabaq insanı dəyişmək üçün gəlir. İnsan dəyişildikcə o ətrafı da dəyişir. Yəni, Qurani-Kərim fərdi və cəmiyyəti dəyişdirmək üçün gəlmişdir. Quran fərdin və cəmiyyətin həyatından qopuq kitab halına gələcək. Bir tabulaşdırılmış, toxunulması günah sayılan bir kahin kitab halına gələcək. Və biz onu gizlədəcəyik, ona toxunmayacağıq. Elə biləcəyik ki, onu oxumadan, ona toxunmadan o özündən hansısa bir enerjini buraxır və dəyişir. Bu belə deyil. İkinci nöqteyi nəzərə, münasibətimə gəlincə, unutmaq olmaz ki, Quran hər şeydən qabaq Allahın kəlamıdır. Quran bu baxımdan müqəddəsdir. Ona münasibətimizdə təkcə intellektual deyil, həm də əxlaqi olmalıyıq biz. Ona ehtiramla yanaşmalıyıq. Onu götürdüyümüzdə, onun vərəqlərini açdığımızda etina ilə biz hərəkət etməliyik. Çünki bu, hər nə qədər o kağız olsa da, hər nə qədər o mürəkkəb olsa da, amma ideya baxımından, mahiyyət baxımından, substansiya baxımından o ilahidir. Məsələn, Azərbaycan bayrağını götürək. Biz əgər onu formaca qiymətləndirsək, adi bir o parçadır. Amma ona yüklənən ideyanı, məzmunu biz ön plana çıxarsaq, o bir dəyərdir. Onu kimsə ayaq altına atdığı zaman adi parçanı ayaq altına atmır. O bir dəyəri ayaq altına atır. Qurani-Kərim də belədir. Qurani-Kərim özündə sosiallığı və müqəddəsliyi birləşdirən qeyri-adi bir kitabdır. O, Allahın kəlamını ifadə edir. Qurani-Kərimə adi kitabdır deyənlər məzmunla formanı ayıra bilmirlər. Forma, bəli, adi kitabdır. Çünki onu, kağızını biz düzəltmişik, mürəkkəbini biz hazırlamışıq. Amma ideyası insan beyninin məhsulu deyil. O səmadan gəlib, o Allahdan gəlibdir. Biz Qurani-Kərimin ideyasına, ondakı dəyərlərə, ondakı göstərişlərə hörmətlə yanaşmalıyıq və biz bunu müqəddəs tutmalıyıq. Bizim inancımızın və müsəlman kimliyimizin əsasları və təməli Qurani-Kərimdə mövcuddur. Bu baxımdan Allahın bizə göndərdiyi bu müqəddəs kitabın əmrlərini, buyruqlarını anlamaq, həyatımızla o əmrlər, buyruqlar arasında bir əlaqə yaratmaq üçün bəlkə də Ramazan ayı gözəl bir fürsətdir ki, sizin də az öncə qeyd etdiyiniz kimi ərəbcəsini başa düşən ərəbcəsindən, tərcümələr var dilimizdə, tərcümələrdən və tərcümələrdə də çətinlik çəkərsinizsə əgər, Qurani-Kərimin təfsirlərinə baxaraq həyatımızla Qurani-Kərim arasında rabitəni möhkəmləndirmək bəlkə də bu ayda qazanacağımız ən böyük faydalardan biri olar. Ramazan ayınızı təkrar təbrik edirəm. İnşallah bu ayın həm sizin üçün, həm əziz izləyicilərimiz üçün xeyirlərə vəsilə olmasını bir daha arzu edirik. Allahdan ibadətlərin, tutulan oruçların qəbul olmasını arzu edirik. Təşəkkür edirəm, var olasınız. Köşər müəllim, mən də sizə təşəkkürümü bildirirəm. Bu müqəddəs ayda diləyim ondan ibarətdir ki, Quranı oxuyarkən onun səviyyəsinə yüksələk. Onu öz səviyyəmizə endirməyək. Çox sağ olun. Siz sağ olun. Əziz tamaşaçılar, bununla da verilişimiz başa çatır. Haqqın dərgahı verilişinin növbəti buraxılışında görüşmək ümidi ilə sağ olun, salamat qalın.